Salam dəyərli 12 bürc, hər birinizi salamlayıram. Xoş gördük bir daha. Bugün yenə bürclərdən danışacağıq, amma şir bürcləri haqqında. Odlu, alovlu, ehtiraslı və bürclər içində ən çox xəyanət edən bürc, şir bürcləri. Bəli, xəyanət edən. Çünki onlar bir tipajda olmağı sevmirlər. Yəni bir tipajda ona görə ki, eyni adamla eyni həyatı uzun müddət yaşamağı sevmirlər. Onlar zövqlü bir şeylər axtarırlar, zövqlü, macəra. Yəni, bax bu baxımdan. Bu onların imicidir sanki. Şir bürcləri özəldir. Həm də odlu alovlular. Şir bürcləri od ünsürüdür də bildiyiniz kimi. Venera həyatımızdadır. May ayında, may ayının 1-dən iyunun 7-sinə qədər bütün bürclərə öz təsirini göstərdiyi kimi şir bürclərinə də göstərib. Burada mayın 1-dən iyunun 7-sinə qədər şirlər üçün nəyi vəd edir? Onu danışacağıq. Şirlər üçün demək ki, Venera gözəllikdir, Venera dəyişiklikdir, Venera imicdir. Venera yeni səhifədir, Venera ümumiyyətcə müsbətdir. Bəli, bu retrograsiv olarsa əgər, retrograsiv gələrsə o zaman mənfidir, amma bu retrograsiv deyil bizdən, yəni mənfiyə doğru deyil. Venera şirlər üçün nəyə vəd edir? Onu vəd edir ki, bəzi şirlər yeni kurslara, yeni savad, yeni bilik, yeni tədris yerləri, kommunikasiya burada gedir. Burada hansısa şir bürcünün məhkəmə işi varsa orada qalib gəlməyə çıxır şir bürcünə. Hansısa şir bürcünün sənəd işləri varsa və yaxud kiməsə ola bilər, düşünür ki, vəsiyyət düşəcək mənə, vəsiyyətnamədə mənim də adım çəkilə bilər. Bəli, çəkilə bilər. Yüksəliş çıxır şirlər üçün. Ümumiyyətcə, şir bürcləri bunu bilsinlər ki, bu may ayı çox önəmli aydır. Vəbşi bütün bürclərə aiddir, təkcə şirə aid deyil, amma bütün bürclərə aiddir. Çünki həyatımızda biz may ayında nəyi düzüb qoşuruq, nəyi edəcəyiksə iyunun 7-sinə qədər və bu 3 illik həyatımızda 3 il müddətində davam edəcək. İşimizi, strukturumuzu yaxşı qurarsaq, əgər 3 il bundan bəhrələnəcəyik. Bax, bu cür formada. Şirlər üçün də böyük rol oynayır. Ola bilər hansısa şirlər kursa yazılarlar, hansısa şirlər qərar alarlar ki, mən bu işi görəcəm və yaxud profesiyamı dəyişirəm və yaxud yüksəlişə getmək istəyirəm, imtahan verim, yüksəlişə gedim və bu 3 il müddətində özü də görəcək böyük dəyişikliklər var həyatında. Hər bir bürcə özü üçün dəyişikliklər olacaq bu 3 il müddətdir, amma şirlər üçün, məsəl üçün, daha çox yaxındır pozitiv. Həm də şir bürcləri bizim planetimizə görə, yəni bu sırf bu işin ortasındadır, işin içindədir. Bax, belə deyim, rahatca sizə yəni ki. Şirlər üçün tanışlıqlar çıxır, informasiya, məlumat. Ola bilər, bəzi insanlarla tanış olar, bəzi şir bürcləri evlilik üçün, bəzi şir bürcləri iş birliyi üçün, kollektivi artar. Ola bilər, kimləsə tanış olar, çoxdan görmədiyi işinin davamını gətirmək üçün ona yardımcı ola bilərlər. Və şir bürcləri üçün ümumiyyətcə mayın 12-si, 13-ü, yəni bax bu, Palmaluniyada, dolu ayda ola bilər pul imkanları olsun, pul gəlsin, gəlir gəlsin və pul gələrsə bilin ki, bunun davamı çox olacaq. Palmaluniya dolu aydır, ayın 12-si və şir bürclərinə ümumiyyətcə ayın sonuna qədər yeni xəbər ola bilər. Kiminsə evdən köçməyi haqqında, kiminsə evi dəyişməyi haqqında, bu ailə ola bilər, bacı, qardaş, ana, ata, eşidər kimsə evi dəyişmək istəyir, ev alır, ev satır və yaxud özləri ev alıb ev sata bilərlər, ola bilər məkanı dəyişərlər. Bəzi şir bürclərinə gəlir gələcək, hədiyyə belə gələ bilər, yəni böyük məbləğdə. Burada təkcə telefondur və yaxud bir oyuncaqdır, bir sumka, çantadan getmir söhbət. Burada böyük, mülkdən gedir söhbət. Bəzi şir bürcləri, onlar 27-si, 29-na, 25-dən sonra səfərdə çıxa bilər. Harasa səfərə çıxa bilərlər, planlaşdırmadığı halda. Yəni,
Kimsə onlara iş təklifi kimi, məsəl üçün deyiblər ki, iyunda baş tutacaq, amma anidən qərar verə bilərlər. Bəzi şir bürcləri əməliyyatlara gedəcəklər, amma bu gözəlliyə aid ola bilər. Plastik əməliyyat, burun əməliyyatı ola bilər, üz gərmə olsun və yaxud da kimsə imicini dəyişir və s. və ilaxır. Bəzi şir bürclərinə işdə yüksəliş, yəni burada maaş artımı təkcə getmir, yüksəlir. Kimsə bunları tərif edə bilər. Məsələn, kollektiv içində xüsusi olaraq onları tərifləyənlər. Bu məsələ tərəzilərə də çıxır ümumiyyətcə bu ay üçün. Maydan iyunun 7-sinə qədər və şirlərə də çıxır. Ola bilər sizi kollektivdə tərif edərlər və yaxud sizi seçilərsiniz, seçilmiş olarsınız. İşdə ola bilər, evdə hətta. Yəni, sən bunu etmişsən, sən bunu etmiş olmasaydın, hər kəs batardı mənasında. Amma sən etdiyin üçün bizə, yəni ətrafa böyük faydası olduğu kimi mənasında. Və şir bürclərinə ən əsası sağlıq çıxır, energiya çıxır. Yəni, nə iş görəcəklərsə şirlər, onun rezultatını tez görəcəklər. Bəzi şirlər var, ola bilər, bəzi şirlər magiya işi görsünlər, gördürsünlər, rituallar, bu da onlara düşə bilər. Və tanışlıqlar çıxır şir bürcləri üçün. Ürəyici olan insanlarla və yaxud tam axtardığı insanlarla tanışlıq olacaq. Çünki bilirsiniz, şirdir, qoçdur, ox atan bürcləri bunlar, odda alovlu bürclərdir. Bunlar hər kəslə yola gedə bilməzlər və hər kəs yəni bunlar qane edə bilməz bu anlamda. Və şir bürcləri qane olacaqlar bu səfər. Qane olacaqlar. Amma bu da bir müddətlikdir. Onlara lazım olan müddət əsnasında, yəni söhbət ondan gedir. Saturn var, baxın, Pluton var, Venera var bu martda, may ayında, çox üzr istəyirəm, may ayında. Bu Saturn, məsələn, Saturnu götürək. 3 illik gəlib həyatımızı dəyişməyə hər bir bürcə aiddir. Mən amma şirdən danışıram, indi şir bürclərindən Saturn 3 illik. Yəni, nələrisə biz etsək, biz bugün düyünün içinə nə qatırıqsa, biz onu pişirəndən sonra o qaşığımıza çıxacaq. Nə əməyimiz varsa, o batmır. O əmək bizə xeyrə, yəni əməyimiz boşa getmir bu anlamda. Mən hər bir bürcə, xüsusilə şirlərə arzu edirəm. İlk öncə can sağlığı və uğur, bol şans. Hansı işə addım atmışsınız, hansı işə qərar vermişsinizsə, yəni əməyiniz boşa çıxmasın. Çünki bilirsiniz, mən bir şey deyim, bütün bürclərin içində şirlər demək olar ki, yeganə bürcdür, şir bürcləri. Şirlərdən sonra da ox atanlar gəlir. Onlar məsəl üçün bir produkt alarlar, bir əşya alarlar, onun bitmə tarixinə qədər baxarlar, maraqlanarlar. Mən bunun canlı şahidi olmuşam dəfələrlə. Bəzi şir bürcləri var, məsələn, bir işə qərar vermək üçün onu yüz ölçüb bir biçir, tələsmir, araşdırır. Nədir? Əsli nədir? Astarı nədir? Falanı. Yəni, bu qədər araşdırırsınız, bu qədər, məsələn, bu doğum tarixindən də çox şey asılı, təbii ki, elə doğum tarixi var. Mən doğum tarixləri haqqında video çəkəcəyim, Allah qoysa, bu yaxınlarda. Doğum tarixləri böyük rol oynayır. Mən indi onlar haqqında danışmıram. Amma yenə də bürcün özü, yəni hər şeyi araşdırsın, baxsın. Hələ bu ayın 5-i olarsa, 18-i olarsa, 28-i olarsa, ayın 3-ü olarsa, 15-i olarsa, bunlar daha çox araşdıranlar olur. Yəni belə, mən şir bürcləri, dəyərli şir bürcləri, hər birinizə uğur, şans və yaxşı qismət, nəsib arzu edirəm sizə. Allah amanda qalın və videomu bəyəndinizsə, çox sevinərəm, like edəsiniz, takip atasınız, dəyərli izləyicilər və yenə deyirəm, mənə direktdə və yaxud bu videonun altına, alt şərhinə yazın, fikirləriniz varsa əgər sizin. İradlarınız da olsa yazın, mən dinləyərəm. Fikirləriniz varsa, məsələn, mən şirəm, mən şir bürcəyəm, mənim bu xüsusiyyətim var. Bax, bu kimi də yaza bilərsiniz. Mən bunu sevə-sevə oxuyub cavablandıraram da, çox bəyənərəm. Hər birinizə uğur, bol şans arzu edirəm. Sağlıqla qalın.